Rəbbin qardaşı Kamran və ətrafında Bahadır, Şərif olmaq şərti ilə buyursunlar. Sizindir. Buyurun. Axşamınız xeyir. Qardaşlar, bacılar, çox xoş gəlibsiniz bizə. Bu günləri böyük əlamətlər gündür ki, Əkbər öz oğlunu evləndirir. Allah Əkbərə, onun yoldaşına, ümumiyyətlə qohumlarına da adını bilmirəm, demirəm. Allah xeyir dua versin. O
oğlu kız olsunlar, koşa karısınlar, koşa barısınlar. Allah Teala bunların ruzisini həmişə ortaq eləsin. Allah xeyir versin hər tərəfə. Gözəl mübarək olsun. Allah xeyir versin. Lütfen. Allah hoşlar. Sağ ol. Sağ ol. Allah canı salamat eləsin. Allah ömrü uzun eləsin. Azar sağ ol söz verdiğine göre. Yani Manas kardeşlere de öz minnetlerimizi bildirirsiniz. Həmişə hoş gelirsiniz. Allah canınızı salamat eləsin. Kanımızı da öz minnetlerimi bildirir. Üst tuturup valideynlere, yani Eşber kardeşe. Eşber kardeş. Vay Eşber, Allah senin gül balı, büyücü bu xeyir işi, xeyir eləsin. Doğumçılığı eşittim ki, Quda sesi geldi, Quda da geldi, yani gelinimizin atası da burada. Yok. Yok? Yok, salam söylüyorum. Şimdi dayısı burada, bir dedi ki, her ikisi benim bacımın balasıdır. Yani her iki taraftan o dayısına göz aydınlığı veriyor. Uzak yoldan gelip, əmlərine göz aydınlığı veriyor. Allah canınızı salamat eləsin, gelen ayaklarınızı var eləsin. Həməşələ xeyir işlərə gələsiniz. Sara bacımıza göz aydınlığı veriyor. Sara, Allah bu xoşbəxt eləsin. Yani ata-ana qədri bilən onlardandır. Ben bilən onlar sizin qədrinizi bilirim. Allah onları xoşbəxt eləsin. Yani sizin əlinizə onların başın üstündən əski eləməsin. Yani əziyyət çəkən qardaşımız qaldı indi. Yüzümüzün zamanlara çörü. Əskər, oğlan. Allah həməşə var belə mehriban oturasınız. Qoşa vəzəliyəsiniz, mehriban olasınız, can deyib, can eşidəsiniz. Həyətdə ən başda mehribancılıqdır, biz deyirik, ancaq onu eləyə bilmirik. Mehriban olasınız, yəni mən bunu arzu edirəm, mehriban olasınız, ölüncə savaşırıq, vuruşuruq, ancaq elə mehribancılıqdan danışırıq. Mən o mehribancılıqdan demirəm, Mannasda yaşı mehribancılığı da deyirəm. Yəni mehriban olasınız, qohumçılığa, yəni qohumçılığa həmişə qohum olasınız, qohumun işi biraz ağırdır. Siz düzdür, xaloğlu xalan qızıdır, ha bunlar, ha? Allah yok, sizi xaloğlu xalan qızı kimi yok, bir istək kimi. Yəni qəlbən olasınız. Yəni bu tarix yazılır dəftərdə, xaloğlu, o dəftər söhbət olmasın, bu qəlb söhbət olsun. Yəni siz mehriban olasınız, qoşa qarıyasınız, bütün gələn analarımıza, bacılarımıza. Yəni Allah bu gündən bala toyur, oğul toyur, qız toyur. Yəni hamımız xoş gəlmişsiniz yenə. Allah yanımda gelen kardeşlere Allah canlarını selamat eləsin. Şimdi arkamız dalıdır, böyükler de var. Subhan, kətçi. Yerden çıkıyor yanlara. Allah əmisine göz aydınlığı verir. Şimdi rəhəm oyandadır. Allah ölenler rəhmət eləsin. Qaldı, Əşbərə, ne deyir? Xoşbəxt olsunlar. O gün olsun, nəvə toy eləyəsə. Gözəl gündür. Allah bu günləri hamıya, tüm valideynlərə qismət eləsin. Çok danışmayacaq. Allah Manas kardeşlerine canı salamat eləsin. Bize bir tane Şam mahnı. Ancaq indi bir anda bir tane Aka mahnısı versem, bu gece bu toy tutanacaq. Bize bir tane Şam mahnısı çal. Yani qonaqlar çoxdur, hamıya söz çalsın. Allah canınızı salamat eləsin. Fərman, gələn ayaqlarınız var olsun. Sen gülüm sen bana kimi? Sen gülüm sen bana kimi?
kızı oyna gel oyna ay halan kızı ay halan kızı oyna can halan kızı oyna ay halan kızı oyna ay halan kızı oyna sen oyna gel oyna gel oyna ay halan kızı sen oyna gel oyna ay halan kızı deryadan geçtim geldim suyumdan içtim geldim güzeller içinde ben seni seçtim geldim deryadan geçtim geldim suyumdan içtim geldim güzeller içinde ben seni seçtim geldim değerli mübarek olsun koy mübarek olsun değerli mübarek olsun koy mübarek olsun
mikrofona dəvət edib bizim yenə hörmətli qardaşlardan, Asıqlı qardaşlardan Elşəni, Mustafa, Ər-Rəhman, Rafiq, buyurun qardaş, söz sizindir.